Bütün növ yeməklərin, xüsusilə balığın olmazsa olmazı olan nar turşusu hazırlayıram. Videoya keçməmişdən əvvəl, əgər bu video ilə məni tanıyırsınızsa, kanala like atıb abunə tuşuna basmağı unutmayın. Çalışdığım qədər videoları qısa çəkirəm ki, sizin vaxtınıza qənaət etmiş olum. Boş-boşuna uzun videolar çəkməyi sevmirəm. İndi isə keçək hazırlanma qaydasına. Nar turşusu hazırlamaq üçün narı dənələyirəm. Təxminən 4 ədəd nardan istifadə etdim. Narı dənələdikdən sonra qaşıq yardımı ilə biraz əzirəm ki, suyu çıxsın. Orta atəşdə qaynamağa buraxıram. Üzərinə belə köpüklər gələndə, nar tam suyu boşlayanda aşüzəndən istifadə edərək süzürəm. Aşüzəndən süzərkən qaşıq yardımı ilə bütün narda olan mət hissələrin ayrılması üçün qaşıqdan istifadə edirəm. Ancaq qaşıq yetərsiz olduğundan mən burada kartovəzəndən istifadə edirəm. Həqiqətən kartovəzən elə bir səviyyəyə gətirir ki, qətiyyən narın bir damcı məti də qalmır, dənədən ayrı. Suyu süzdürəm bir qazana, narın suyunu və orta atəşdə qaynamağa qoyuram. Üzərinə gələn kəfi isə mütləq şəkildə yığmaq lazımdır ki, çünki yığmasaq o kəf qalarkən narımız turşuya bilər. Nar bişənə yaxın, məttəşənə yaxın para limonun parasını deyərdim. Suyunu sıxıram. Təxminən 2 dəqiqə qaynadıram. Duzun əlavə edib və ocağın altını söndürürəm. Əgər narınızda acılıq varsa şəkər tozu da istifadə edə bilərsiniz. Ancaq mənim narımda 1 qram olsun acılıq olmadığı üçün istifadə etmədim. Duzunu əlavə etdikdən sonra ocağın altını söndürürəm və görürsüz nəticəni möhtəşəm, rəngi çox gözəldir. Siz də hazırlayın. Əminəm sizdə də bundan da gözəl alınacaq. Dinlədiyiniz üçün təşəkkür edirəm. Hələlik yeni videolarda görüşənədək.